Hər birinizə salam, kanalımın əziz və dəyərli izləyiciləri. Yeni ana olan aparıcı Çinarə Əliyeva xəstəxanadan qızı ilə yeni paylaşım edib. Söz edən görüntüləri təqdim edirəm. Yeni videolarımızı, yeni xəbərləri izləmək üçün kanalımıza abunə olmağı, bildirimləri açmağı və videolarımızı bəyənərək kanalımıza dəstək ola bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Otağımdakı gözəlliklərə baxıram, sonra bu yeməklərə baxıram. Doğrudan da hər şey yüksək səviyyədə. Özü baxırlar, deyirəm, mən makaron verməsi yemirəm. Qəşəng düyü supu ediblər, düyü plov boşladığıma görə. Şey o qədər gözəldir ki, bu internationalda. Adam ürəyi açır. Yeməklər də, xəstəxana yeməklərini çox adam bəyənmir, amma buranın yeməkləri o qədər dadlıdır ki, Ruslan da bir yanda rahat yeməyimizi yeyirik. Sizi görürsən Allah'ım. Sen beni. Sizi qədər sevindim. İnanın Allah'a. Gecə saat 5'də yatmışım. Oyanmışım. Ayağına bir de salamat kucağına verir. Hiçbir şey olmaz. Sağ olursunuz. Şükür Allah'a. O kadar sizden razıyım. O kadar aileyice. Kanalda Bizdə maşallah uşaq həkimimiz də çox güclüdür. Allah doktor əvəz olmazdı. Qəhrəman doktor da tanıyır, doktor da tanıyır. Nədə? Hepsi sağ olun. Allah xoşun olsun. En şirin, en güzeldir. Çok sağ olun. Necəsiz? Necə özünüzü istəyirsiniz? Qəşəng gəzirsiniz. Onu gəzir. Bayra çıxmışıq. Yox. Onda onunla da məşğul olarıq. Drenajı istəyirəm, baxacağım, görüm bugün axşama doğru çıxardarıq. Yaxşı, hələlik. Hem istəyirəm çişməyim. Hə, bugün yox bacım. Sabah qəşəng. Çünki sutkamız hələ indi tam olur. Yaxşı. Bədənimizə problem yaşatmıyor hələ. Amma belə yaxşıyam. Can şükür. Cicim. Yeni sürəndən sonra dik saxlayın biraz. Sizlə öyrətməyə desin. Elədi yəni onu da elə. Onun içi hoş gördü. Bugün bir başqa görünür. Deyirəm, hər gün bir formaya düşür. Biraz Əməliyyat olunmuşam. Can. Bu da bəyənirlər. Mən də sizi bəyənirəm. Hər zaman var olasınız. Çox sağ olun. Sizə dəyər verib bizi seçmisiniz. Mənim üçün də xoşdur. Sevərək. Siz belə tanımırdınız, mən də sizi, amma izləyirdim sizi. İnan siz həmişə maraqla izləyirdim. O qədər səmimi ortamda olur ki.